Hər zaman insan, nəfsinə xeyir istəyən insan daima etdiyi günahdan sonra, etdiyi xətadan sonra Allahdan bağışlanma, tövbə və istiğfar diləməlidir. Və həmçində insan, buyurur ki, Şeyx Rahimullah, insan ümumiyyətlə öz naqis olan nəfsinə baxsın, öz nəfsi ilə Allahın nemətlərini qabağına qoysun. Allahın ona verdiyi lütflərə baxsın. Və doğrudan da görər ki, həqiqətən də insan öz nəfsinə baxsa, özünə qayıtsa və Allahın nemətlərinə baxsa, bu artıq insanda həyalı olmağı vacib edir. İnsan artıq düşünür ki, Allah Subhanahu wa Ta'ala əgər mənə bu cür nemətlər veribsə, bu cür ruzini mənim başımdan aşırırsa, deməli Allah Subhanahu wa Ta'ala ona üsyankarlıq edilməyə, ona qarşı günah işləməyə haqlı deyil. Bu əməl insanda həya sifətini əmələ gətirir. İnsan hər zaman günah etdiyi zaman, nəfsini hesaba çəkdiyi zaman heç olmasa öz qarşısına Allahın nemətlərini qoymalıdır. Fikirləşməlidir ki, əgər Allah bunu mənə verirsə, yəni mənə yaraşarmı ki, Allaha üsyankarlıq edeyim, Allah Azze və Cəllə qarşı günahları işləyim və s. və l-axır. Əgər belə olarsa, insan həmişə öz nəfsini bununla hesaba çəkərsə, insan sözsüz ki, həyalı olar və o sifəti əldə etmiş olar. Və həqiqətən də Şeyx Rahimullah buyurur ki, həqiqətən də məhrum olan insan, əsl məhrum o insandır ki, insan nəfsini hesaba çəkməkdən qəflətdədir. Nəfsini hesaba çəkməklə məşğul deyil. Və əgər insan nəfsini hesaba çəkməzsə, bilsin ki, o insan Allah Subhanahu wa Ta'ala'nın həmən bu ayət-i kərimədə xatırladığı qismin arasına düşə bilər, altına düşə bilər. Necə ki, Allah Azze və Cəllə buyurur ki, onlar Allahı unutdular, Allah da onların nəfslərini unutturdu. Yəni, o şeylər ki, onların nəfslərinə fayda verirdi, xeyir verirdi və onlarla o şeylər ki, onların nəfsinə mənfəətli idi, xeyirli idi. Allah Azze və Cəllə bu insanlar öz nəfslərini hesaba çəkmədiklərinə görə və bu insanı Allahı unutduqlarına görə Allah Subhanahu wa Ta'ala bu faydaları da, bu xeyirləri, mənfəətləri də onları unutturdu. Ona görə insan əgər öz nəfsini hesaba çəkərsə, bilsin ki, o insan həqiqətən nizzətə uğrayanlardan, necə ki, Allah Azze və Cəllə buyurur ki, cənnət əhlindən cəhənnəm əhli heç vaxt biri ola bilməz. Deməli, cənnət əhlinin vəsiflərindən o insanlardır ki, onlar daima nəfsləri ilə mübarizə apararlar və nəfslərini islah etməyə çalışarlar. İnsanlar nəfslərinə görə, nəfsləri ilə iki qismə bölünürlər. Birinci qism o insanlardır ki, nəfsləri ilə mübarizə aparan insanlardır. Hansı ki, mübarizə aparır və insan bununla gözəl əxlaqa və həmçinin də fəzilətli əməllərə nail olur. Və ikinci qism insan o insandır ki, nəfsi ilə maraqlanmayan insandır. Nəfsini çirkaba bulaşdıran, nəfsini günahlara, azğınlıqlara bulaşdıran və bunun içərisində batıran insandır. Və Allah Azze və Cəllə bu iki nəfs barəsində də Şəms surəsi 9-cu və 10-cu ayda danışır. Qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Doğrudan da nəfsini günahlardan təmizləyən insan, nicat tapıb. Və onu günaha batıran insan isə əlbəttə ki, ziyana uğrayacaqdır. Nəfsini təmizləyən insan doğrudan nicat tapıb. Yəni, nəfsini küfürdən, günahlardan, asıl işlərdən təmizləyən insan və həmçinin də asıl işlərə qarşı cihad aparan insan, mübarizə aparan insan doğrudan nicata çatan insandır. Lakin öz nəfsini asişlərə təslim edən, günahlara təslim edən və günahlara boyun əydirən nəfs isə, necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, وَقَدْ خَابْ həqiqətən də o nəfs ziyana uğrayacaqdır. Və ona görə insan həmişə öz nəfsi ilə mübarizə aparmağa çalışmalıdır və alimlər buyurur ki, Allah Subhanahu wa Ta'ala insanda iki növ nəfs yerləşdirib. Bir rahat nəfs var, bir də pisliyi əmr edən nəfs var. Və bu iki nəfs, ikisi də bir-birinə düşman olan nəfsdir. Rahat nəfs, pisliyi əmr edən nəfslə onunla düşməndir. Pisliyi əmr edən nəfs də rahatlığı xeyri əmr edən nəfslə düşməndir. Və bu iki nəfs, ikisi də üzvü olan nəfslərdir. Həm rahatlıq içərisində xeyri əmr edən nəfs var və həmçində pisliyi əmr edən nəfs var. Bu iki nəfs dedik ki, ikisi də bir-birinə düşməndir. Və insanın nəfsi əgər ona yaxşı şeylər əmr edərsə, pisliyi əmr edən nəfs daima sıxıntı, kədər içərisində olar. Ağrı, acı içərisində olar. Və pisliyi əgər insanın nəfsi ona pisliyi əmr edərsə, günahları əmr edərsə, amma o rahat nəfs isə, arxain nəfs isə xeyri əməl
əmr edən nəfs isə daima sıxıntı içərisində olar. Çünki bu onun sifətlərindən deyil. Xeyri əmr edən nəfs daima insana xeyri yönəldər, itaətə yönəldər və yaxşı əməllərə yönəldir. Amma pisliyi əmr edən nəfs isə əmmaratun bis-su, pisliyi əmr edən nəfs isə insanı daima həlakə sürükləyər, insanı daima beləcə yəni uçurma aparar. Və dedi ki, bu iki nəfs bir-birinə düşmən olan nəfslərdir. Yəni, hansı nəfsə bir şey yüngül gələrsə, o birisi nəfsə o şey ağır gələr. Əgər məsələn, pisliyi əmr edən nəfsə asiliklər yüngül gəlsə, xeyri əmr edən nəfsə bunlar ağır gələr. Və xeyri əmr edən nəfsə itaətlər yüngül gəlsə, asan gəlsə, pisliyi əmr edən nəfsə isə bunlar nədir? Ağır gələr, çətin olar. Və bu iki nəfs üz-üzə duran nəfsdir və insan təbii ki, insanın nəfsi həmişə ona pisliyi əmr edir. Lakin Allahın rəhm etdiklərindən başqa, yəni bu ayət-i kərimələr hamısı bizə onu göstərir ki, insan həmişə öz nəfsinə mübarizə aparmalıdır. Necə ki, Yusuf Peyğəmbərin qissəsində həmən o qadın buyurur ki, "Vəmə ubarriu nəfsi", mən də nəfsimi təmizə çıxartmıram. "İnnən nəfsə ləəmmaratun bis-su", doğrudan nəfs insana pisliyi əmr eləyir. "İllə mə rəhmə Rabbi", Allahın rəhm etdiklərindən başqa. Deməli, nəfsin insanın içərisində yerləşən o nəfsin xüsusiyyətlərindən, əlamətlərindəndir ki, təbiyyətindəndir ki, o insan həmişə pisliyi əmr edir. Lakin Allahın o xilas etdiyi kəslər istisnadır. Necə ki, Allah Azə və Cəllə buyurur ki, "İllə mə rəhmə Rabbi", Rəbbinin rəhm etdiklərindən başqa. Allah Azə və Cəllə əgər bir kimsə rəhm eləyərsə, ona mərhəmət göstərərsə, onun nəfsinin pisliklərindən xilas eləyər. Necə ki, Allah Subhanahu və Taala başqa ayət-i kərimədə buyurur ki, "Vələulə fadlullahi aleykum və rəhmətuhu mə zəkə minkum min əhəd." Əgər Allahın sizə rəhməti olmasaydı, mərhəməti olmasaydı, sizlərdən heç kəs günahlarından pak olmazdı. "Vələkinnə Allah yüzəkki mən yeşə", Allah Subhanahu və Taala istədiyini təmizə çıxardır. "Vallahu səmiyun alim", Allah eşidəndir və biləndir. Deməli, heç bir şey insanın əlində deyil. İnsanı bu pis nəfsdən xilas eləyəni, qurtaran yalnız və yalnız Allahdır. Allah Subhanahu və Taala Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm barəsində buyurur ki: "Vələulə ən səbbətnəkə laqad kittə tərkənu ileyhim şey'ən qalilə." Ey Muhammed, əgər biz səni dinində sabit saxlamasaydıq, əlbəttə azca da olsa sən onlara meyl edəcəkdin. Demək, Allahın rəhməti olmasa, Allahın mərhəməti olmasa, yardımı, Allahın müvəffəqiyyəti olmasa, doğrudan insan heç bir şeyin, yəni onun heç bir şey gücü çatmır, heç bir şeyə də nail ola bilməz. Hər bir şey Allahın lütfü ilə, hər bir şey Allahın rəhməti ilə insan əldə edir. İnsan daima Allahdan sabitlik diləməli və bu yolunda isə Allahdan yardım diləməlidir. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin açılış xutbələrinə baxsaq, həmişə deyərdi ki, "Elhamdülillah, həmd olsun aləmlər Rəbbinə, nəhməduhu", biz onu tərifləyirik, "və nəstəinuhu", ondan kömək diləyirik, "və nəstəğfiruhu", ondan bağışlanma diləyirik, "və nə'udhu billahi min şururi ənfusinə və min seyyiati a'malina". Həqiqətən də biz nəfslərimizin şərindən və həmçinin pis əməllərimizdən Allaha sığınırıq. Bu xutbəl hacənin bir yerinə diqqət etsək, görər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nəfsi birinci gətirir və buyurur ki, nəfslərimizin şərindən sənə sığınırıq. Və sonra isə buyurur ki, pis əməllərimizdən də əməllərimizin pisindən sənə sığınırıq. Çünki alimlər buyurur ki, həqiqətən nəfs birincidir. Nəfs insana pisliyi əmr edir, nəfs insana çirkin və murdar, xəbir şeyləri əmr edir. Ona görə Allah Rasulü sallallahu əleyhi və səlləm birinci xutbə hacədə hər danışığa başlamamışdan qabaq birinci buyurur ki, Allahım, nəfsimin şərindən sənə sığınıram. Min şurur ənfusinə, nəfslərimizin şərindən sənə sığınır və həmçinin pis əməllərimizdən də sənə sığınırıq. Deməli, insan artıq bunları biləndən sonra bildikdə ki, nəfs insana pisliyi əmr eləyir və insanı haramlara və həmçində həlak edici şeylərə sürükləyir. Artıq labüddür ki, insan bu yerdə nəfsinə mücadilə aparsın, mübarizə aparsın. Ümumiyyətlə, alimlər buyurur ki, insan çalışmalıdır ki, onun ipi nəfsinin əlində olmasın. Nəfsinin əlində yox, əksinə nəfsinin ipi insanın əlində olmalıdır. Yəni, elə olmasın ki, nəfs insanı idarə edən olsun. Əksinə, insan
nəfsi ilə daima mübarizə aparıb nəfsini daima sındırmağa çalışdırmalıdır. Əgər Allah qorusun, əgər insanın ipi nəfsin əlində olarsa, nəfs onu istədiyi yerə sürükləyəcək, istədiyi yerə aparacaq, istədiyi haramlara onu yönləndirəcək. Lakin insan çalışmalıdır ki, o ipi nəfsinə verməsin və daima nəfsinə mübarizə aparsın. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem o ki, əsl mübarizə aparan, əsl mücahid o insanlar ki, nəfsi ilə mübarizə aparan insan, nəfsinə qarşı cihad edən insan.